Dağlar. Oy, böyle qaqam. Ay, çox maraqlıydı axı. Ala bir sən nə olub? Demək, ala, o birisi video part 1-də yəqin ki gördünüz də hər şey, nə baş verib, necə baş verib də. Ala, oturmuşuq, bir də gördük yuxarıdan qarğa, daha ətraflı danışım da. Oturmuşuq. Ay, birlikdə oturmuşuq ikimiz də. Söhbət edirəm də mən də. O bir də gördüm bu qışqırır Qarqamel. Yuxarı baxmışam görürəm Qarqamel. Daha video çəkməyə vaxtımız olmadı da. Biraz yaxındaydı. Şeyler vəbşən bir Oy, lava bir də qırdıq da. bir də gördüm. Allah. Bir də gördüm gəlir arxamızda. Ay, bilə nəfəsim. Allah düşdü şeyə. Bulvara düşdük. Bulvardan qalxdıq Pitasoka. Allah, Pitasokda oturduq, biraz incəldik, oradan da gəldik bura. İndi qorxuruq. Ha, indi qorxuruq bura, yəni şey eləməyə, getməyə də. Uşaqlar, bu arada abunə olun və buna like qoyun. Çünki bu seksiyonlar, macəraları çox bizdə olur. Hə, bizim bu macəralar hər gün olur. Sonra narkoman, bir dənə narkoman qalır, onu əsəbləşdirəcək. Allah, hə, bir dənə demək ev var. Hansı blokdaydı o? Bu blokda yoxsa qabaqdakı? Ən qabaqdakı. Hə, ən qabaqdakı bloku deyəcəyik. Hələ gözləyim biraz Qarqameldə rahat qıraq Qarqamel qoy evə getsin. Ondan sonra yeyək də bunu. Allah, demək, yəni bu yəni macəramız elə burada da bitdi. Yəni bu macəramız elə part 2-də də bitdi. Yəni biz part 3-də paylaşacağıq, hansı ki narkoman adın adam narkoman deyəndə ki bir də adamlar Xəstə adam da yəni. Xəstə də deyil, yəni belə dəlixanadan qaçıb da. Elə bir dənə şeylər var idi, hamı deyir ki bu dəlixanadan qaçıb. Allah demək biz də indi bu gün başımız xarabdır da bizim də. Biz də oranı döyüb qaçacağıq. Xarabdır deyəndə uşaqlar çox eləyir, onlar da video çəkirik. Yəqin görə bilərsiniz. Bura bayırdır. Demək biz də Tam olaraq biz ikinci bayıldayıq da. İkinci bayılda da bu Qarqamel yaşayır. Biz də buranı döyüb qaçacağıq, görək. Yəni indi yox, indi part 2-də elə burada da bitir, yəni. Part 2 biraz uzun olacaq. Amma yox, part 2 əslində biraz qısa oldu da, yəni. Part 2-də part 1-in axırlarını paylaşdım, tamamilə nə baş verdi, nə oldu. Yəni hər bir şey paylaşdım. Nə? Allahım. Nələr elədi ya. Nə yaxşı indi Qarqamel gəlmir. Valla babat oldu. İnşallah gəlsə bizim ağzımızı dağıdacaq. Görək, yox, burada dayılar deyil, onlar deyil. Orada kimsə var elə bil. Ala ya, heç kim yox. Biraz qabağa. Çünki bir sən neyək? Gədə bu labirintdən girə o tərəfdən. Ala ya. Gəlsən öncə. Sən öncə gedə o Ay, tərəfdən. güzel. Qarqamel. Qarqamel oradadır, telefon. Bak. Hardadır? Gedir o tərəfə. Biz qastığımız yerə bax. Uy, bilət, qaqam oradadır. Sən öncə girə. Qarqameli sizə tam da göstərmək istəmirəm, uy, bilət. Qarqameli sizə tam da göstərmək istəmirəm, dostlar. Göstərsəm, paylaşsam, yəni deyəcəklər, özü görsə bilət, nə olar? Ala, baxın, həm də ki, narkoman buralarda qalmır, qabaq bloklar var, orada qalır. Bura elə bir ki, ara yol kimidir. Biz həmişə elə buradan çıxırıq da, bura rahatdır. Ala, ikimiz də normal krasovka geymişik ki, rahat qaça bilək. Bu arada Məndə də belədir, yəni. Rahat geymişik. Bu bayıra gəlsiniz, Qarqamel əsəbləşirsiniz, buradan qaçın. Hə, buradan rahat geyəcək. Allah, demək görün, düşdük bura aşağı, bura Araz marketin yanıdır. Ay, narkoman qabaqda qalır. O narkoman döyüb qaçdığımızı part 3-də paylaşacağıq. Onun davamında olacaq part 4. Hər bir aksiyon 2 partdan ibarət olacaq da. Adam yoxdur. Qarqamel buradalar ha. Demək dostlar, su içirdik. Bir dənə bloka girib su içirdik. Yo, blokda içirdik də. Sən içmədin də, sən gəlmədin də. Allah, demək, onu işləyik. Çox babat qaçdıq da, yəni. Oyda. Part 3-də... Qabaqdan biraz elə bir dayı gəlir. Part 3-də falan da narkomana döyüb qaçdığımızı yəni. Vurğulayam. Bu Qarqamelin hikayəsini axıra kimi bu video 4 partdan ibarət olacaq. Və
Yo, 4 part. Dördüncü part. Oy. Dördüncü partdan yox, hala 3-cü partda elə şey paylaşarıq. Yox. Üçüncü partı da sabah paylaşacağıq. Bu playlistin adını qoyacağıq. Qarqamel. Sonradan arkama qoyacağıq. Dəli kişi. Onunla da birinci partı eləyib o Ala. qatını verəcək. Demək indi bu ikinci partımızdır da. Burada indi bu ən axıra qədər biraz çox davam edəcək. 10 dəqiqə, nə bilim 6 dəqiqə falan təxmini belə davam edəcək də. Təxmini deyirəm, yəni özüm də bilmirəm. Arxamıza düşsə qasazlıq yəni çox davam edəcək. İndi də baxın bu tərəflərdə baxın düz bax burdaydıq biz. Yuxarı qalxırdıq ki, birdən gördük Diamp orada belə yuxarı baxdı. Baba. Elə bir ki çıxdıq, baxın bu pilləkənlərdən çıxdıq. Gəldik bura. Düz elə burada dayanan yerdə baxın o qıraqdan, baxın tücba oradan. Gördük ki, Qarqamel Diamp belə yuxarı baxır. Biz o qorxumdan mən də mənə dedim birinci, sonra mən də qışqırdım ki, Allah Qarqamel qaç. Belə qoymuşduq belinə qaçırdıq da nəyi var da. Bura Qarqamelin zonası. Bura Qarqamelin zonasıdır. Amma nəyə orada qalırdı elə o tərəflərdə. Bura Qarqamelin zonası deyə. Burada dayılarla danışıb söhbət edir. Ay, Allah bilirəm o dəfə Hə, narahat olma da, düşsə arxamıza. Oy, qorxdum dayı, biraz yavaş ol. Nəyə Qarqamel? Uşaqlar, abunə olun və Dayı inanmıram şeyləsin, gəlsin arxamızda. İndi burada da biz də sizə görə baxın, düz izləyicilərimizə görə, ya sizə görə şeylədik. Dedi ki, qalxa yuxarı daha belə adrenalin olsun da. çünki biz sizi çox sevirik və siz də abunə olsaq, Siz bizə abunə olsanız, biz daha çox, daha motivasiyayla yəni bunları eləyəcəyik. Siz də daha çox yəni adrenalin eləyəcəyik. Daha qəşəng paylaşacağıq da bunları. Ay belə qorxuram amma. Bu məhəllə, əsasən bax bu aşağı məhəllədə olur. arxanı çək o tərəflərdə olur. Yo, aşağı məhəllədən çıxa bilər qabağımızdan. Arxada yoxdur. Buradan yavaş get. Ay, biraz sakit ol. Çünki mən onu çox görmüşəm. Bu